Hər şey salamünaleyküm. Bugün sizlərlə birlikdə Günay Səmədin videolarına təkrardan baxırıq. Hələ də kanalıma abunə deyilsinizsə, aşağıdan kanala abunə olub videomu da like atmağı unutmayın. Günay Səmədi də hələ də takip eləmişsə, açıqlamaya qoyduğum linkdən takip edə bilərsiniz. Sevəndə tupoylaşan o qız. Buna bax, gör mənə nə alıb. Kim alıb? Sevgilim. Məsələn, sən dünən bir-birinizi söyüb blok atmamısınız? Nə olsun, mən sevirəm, amma bugün gül alıb. Nə bilim valla. Ay qız deyirəm ki, bu oğlan doğrudan da məni sevir. Hardan çıxdı? Mən 2 manatlıq kontratım. 2 Məsələn, manatdır. sən 2 manat həyat Yox, yaşayırsınız. Ayda, bu necə düşüncəli insandır. Ay Allah, yenə neyiniyib? Xalası qızları ilə rayona gedib, amma məni aparmayıb. Çünki mənim maşında gedəndə ürəyim bulanır. Hayda. Sən məsələn, sən birincisi onun xalası yoxdur. Yəqin ögeydir də. Ögey Mən xalası yalan var. deməz. Hə, düz. Elə də qəşəng yalan deyir, sən də bunları hamısını yeyirsən. Nəyi? Əminə, buna bax, gör mənə. Allah'ım yarabbim. Həqiqətən belə qızlar var, çox maraqlı gəldi. Məktəblər başlayanda anaların əsas dərdi. Dur mama qurban, saat 6-dır. Mama, saat 8-də daxı məktəb. Az dur deyirəm, gecikəcəksən. Gic qızı, gic. Deyər ki, bilmirəm. Mantik gibi də çıxarma ha. Al sumkamı da. Nə qəşəng görünür mənim balam. Kaldıqdan batırma. Sən kaldıqdan batırma. Hə, yaxşı. Sağ ol. Hayda. Ay mama. Qapıdan çıxmamış. Yox, artıq qapıdan çıxmamış kalqot batdı. Amma həqiqətən məktəb vaxtı səhər-səhər qalxmağı heç sevmirdim. Keçmişdə. Gəldim. Ha, hardaydın yaxdan? Vaxtım azdı. Bulaqdan su gətirməyə adı ilə evdən çıxmışam. İndi atam qardaşımı görəcək. İndi. Günay, burada adam çoxdur, ya başqa yerə gedək. Niyə? Nə qəşəng parkdır. Adam çoxdur da. Olsun da. Arvadım görə. Bir dəqiqə. Arvadım görə Sevlisən ki? Həqiqətən, yəni arvaddan əvvəl böyük problem bu dəqiqə Günaydır. Ay Tərlan, ad günündə səni alım. Maşın. Nə? Yaxşı, zarafat edirəm. Nə bilim, corabdan qar kürəsindən falan bir şey Maşın var. nə edər? Bəs Toyota Corolla avtomobili necə? Oyuncaq nəzərdə tutursan da yəqin ki. Yox, təbii ki. Qısqanclıq. Necəsən? Necəsən? Sağ ol, yaxşıyam. Mən indi tələsirəm, sonra danışarım. Tamam, hələlik. Biraz çox yaxınçılıq oldu ya. Nə yaxınçılığı, mənim dostumdur. Nə dostu? Hansı dövrdə qalmışıq, Aa, salam Fatimə. Yaxşı, sən necəsən? Sonra Get, görüşərik. Fatimə. Sağ ol. Elə bir çox səmimiydiniz. Salam belə vermədim, toxunmadım ona. Gördüm Ha, nə gördün, nə günah? Allah qəmişsən, başa düşürsən. Belə deyim də, həm müdürümüzün, həm də sənin ürəyiniz olsun. Belə. Düzdəmirəm. İnşallah, inşallah. Gözəldir də. Tərifləyəndə də qısqanırsan o qədər. Nə deyim? Ay necə? Tərif eləmədən. Yaxşı da gözün bilmirsən, gözünsən. Nə çəkim sənə, qulluq elə. Gözlə. Aha. Bir şey qaldı. Yardım əslində. Təmizlədim. Dünən özüm təmizləyim də, nə oldu? Elədim də mən. Nə var ki? Hə, nə çəkim? Onun Təki- sevgilisi idi, nə idi? Belə Mən deyim də. bunu anlamadım. Biri şərhlərdə izah eləsin. Rəfiqəmlə tək ortaq cəhətimiz. Rayona gedək. Əla fikirdir. Məncə elə qaxa gedək. Niyə Şəkiyə gedək? Mən Şəkiyə hər yeri tanıyıram. Daha qəşəngdir axı. Şəki. Mən də getmirəm onda. Ay qız, bilirsən mənə kim yazıb? Ona cavab yazmaq istəyirəm. Ay qız, yox, nə gündədir bu? Niyə? Yazacağam. Zarafat edirsən, yazma. Nə dəxli? Güya sənin danışdığın oğlan nə gündədir? Yazacağım. Səncə bunu? Yoxsa bunu? Amma ikisi də eyni daxı. Eyni deyil. Bu yoxsa bu? Məncə bu. Məncə yox bu. Bu daha qəşəngdir. Nə edirsən elə? Çox acam. Keyfi yeyək. Hə, gedək. Dur hazırlaş. Hara gedirik? Sifariş eləyək. Onda ki acılı toyuq qanadları sifariş eləyək. Mən acılı sevmirəm axı. Acısız olsun. Acılı deyək. Mən acılı xoşlayıram. Acısız. Acılı. Allahım yarabbim, bax, heç bir ortaq cəhətlər yox idi. Tək ortaq cəhətlər sifariş vermək oldu. Özün niyə evdə qalmamısan sualına illər sonra cavab tapdım. Gündəliyin anı. Evdə qalıb müəllimə. Özün niyə evdə qalmamısan? Müəllimə 28 yaşım var, qalıb. Həqiqi qalıb ama artıq. Həyatım, Ayca. biz heç vaxt ayrılmayacağıq, düzdür? Dəli. Əlbəttə heç vaxt ayrılmayacağıq. Çox pis oldu axı.
Ben bundan istəyirəm. Buna bax, belə qəşəng qızdır. Sən başın xarabdır. Niyə ayrı olmuruq? Bura həmişə sevgili qalmaq olur. Buna bax, kukular ye. Yer git şuradan, mən istəmirəm. Allah'ım ben bunu hiç düşünmürdüm adam. Yani ayrılmak istəyirmiş. Kızlar tanış olmak için yaxınlaşanda. Ne yaxşı. Oğlanlar tanış olmak için yaxınlaşanda. Yox, əşberi belə olmur, yox. Kameranı sildiyimi görən hər rəfiqəm şəkil çəkdirər, bax bu. Stolun şəklini çəkirmiş. Hər dostluqda olan 3 tip. Münasibəti olmayıb tövsiyə verən. Vətəndaşam. Həyat yoldaşımın başında fırlanıram, onun ayağında Amma həmişə elə olur, bax. Münasibəti yoxdur ya da belə bir şey heç vaxt yaşamayıb amma tövsiyə verir. Yox. Daha artıq belə insanlar həqiqətən bilmirəm artıq. Qırmızı işıqda güya dilənçini görmürsən. Hanım dilənçi deyiləm. Varsa bir manat kömək edə bilərsiniz mənə. Xanım. Ay xanım. Ay xanım. Xanım. Xanım 5.50 qəpik olar. Bir manat olmasa da olar. Xanım varsa bir manat verə bilər. Yəni bilmirəm. Mən də elə eləyirəm. 30 yaşından sonra tanışıq. Baxıram. Axır ki özümdə cəsarət tapdım, sizə yaxınlaşa bildim. Bu cür göz rastlantı ola bilməzdi. Mənə də xoş oldu, inanırsınız. Normalda belə şeyləri xoşlamıram, amma ilk dəfə də qəribə enerji aldım. Çox şad oldum, çox şad oldum. Neçə yaşınız var? 30. Neçə? Nə oldu? 30. Bağışlayın xala, çox üzr istəyirəm. Xala? Yəni vallahi mən hisslərim gəldi, kimə gəldi baxıb eləm. Yəni dəxlisiz hisslərdi, başa düşürəm. Çox sağ ol xala. Allah sizin canınızı sağ eləsin. Bir dənə qulaq as qardaş, bir dənə söz deyirəm. Xala gəlməyin xala. Bayaq Gedirəm yerdə sən arxadan qızlar. mənə bax gör, hər şey okeydir. Davay. Əlasın. İndi mənə bir dənə bax. Hə, get. Mənə bir dənə fake-in parolunu denəndə. Nə yeyirsən? 5 il əvvəl keksimin storiesine baxacağam. Sən fake və nə olub? Mən fake-imi tapıb bloka atıb. Tez ol, ver. Belə deyil. Az demə. Nə oldu sənə? Məktəb vaxtı sevdiyim oğlan yadıma düşdü. Xəstəsən sən 15 il əvvəl qurtarmısan məktəbi. Məktəb- Olsun, 6-cı sinifdə bir-birimizi çox sevmişdik amma. Ay dəlisən sən. Gedib ona yazacağam mən. Sən heç adının yadında deyil. Profilini tapıb yazacağam. Az xəstə ora qaçırsan. Ona gəlin düzünü deyir. Həqiqətən belə olurmu, yoxsa olmurmu? Çox maraqlı gəldi. Durduq yerdə qızlar belə eləyir ki. Yenə niyə çağırmısan? Niyə çağırmısan? Nədir? Gül kimi avadda oturmuşuq. Üzündən də xoşbəxtlik yağır. Üzündən necə xoşbəxtlik yağsın? Artıq 8 ildir ki, ya bura çağırırsan ya da parka. Bir dəfə də olsun demirsən ki, qoy sənə elçi yolluyum, canımız qurtarsın. Hə, Elə bir şey evlənə ya. istəmirəm. Bunun maşını var, balaya səyahəti var. Əlbəttə, hələ bunun ev yığmağa məişət texnikası var. Bayramlarda mənə telefon almağı var. Ay sağ ol, belə özün də qorxursan evlənməkdən. Yəni pul falan bunlar düzələs şeylərdir. Yəni əsas odur xoşbəxtlik, yəni bir-birlərini sevirlərsə axır əvvəl evlənməlidirlər. Naxçıvanlıların rahatlıq səviyyəsi. Gedim samolyota gedirik ya, nə vaxt tərpənirik? Çay o balacası, siz işte bayaqdan içmişlər. Məsələn, sənlə bir cişirıq axı aeroporta. İmkan verməzsə bir stəkan çayımızı dokunmalı. Belə gedək Ləhcət çoxsu verdi Sən axı. gedədikdə samolyot orada biz burada bu. Oğlanların yeni sirri. Bir şeye bakacağım. WhatsApp baxasan? Yo, WhatsApp istəmirəm. Instagram? Yox, nəyimə lazımdır Instagram? Bunda Facebook. Facebook da lazım deyil. Buna nəyə baxırsan heç? ChatGPT tarixçənə baxacağam. Oo. Qaç. İllər sonra sevgilim olanda. Həyatım axşamın xeyir. Neynirsən? Çıxdın işdən. Bax, sənə nə mən işdən çıxmışam, yoxsa çıxmamışam. Bax, sənə nə mən neynirəm? Hər şeyi sən belə soruşacaqsan, dəhşət səni. Bu nə münasibətdir? Belə şey olar? Aa. İllər sonra sevgilim. Yəqin məndə də elə olsaydı elə olardı. Durduq yerdə qızlar. Yox, kökəlməmsən. Yox, qarnım çıxıb. Əşi yoxdur, abartma da. Yox, qollarım da biraz iriləşir. Yox, iriləşməyib. Prosta biraz Sənə? heç nə. Yox, denən də. Əşi yox, səncə dava edəcəksən sonra mənimlə. Davazad eləməyəcəm. Burada nə var ki? Mən normal insan kimi sən də öz fikrini bildirirsən. Denən. Cüzi biraz kilo almısan. Çox cüzi. Cüziyə mən Topbuş Bu deyil. demə. mən elə şey dedim günah. Sən Allah bəsdir. Ona görə də Instagramda sən arıq qızları izləyirsən. Bilin, mən izləmirəm heç kim. Mən bilirəm sənə nə etmək lazım. Allah həmişə belə eləyirsən. Mən küsəndə.
O ki səndə. Amma tez barışırsan. Yeni yalvaran oldu. Amma həmişə belə olur ki, həmişə yalvaran oğlan tərəf o. Nəysə dostlar, bu videonun sonuna gəldik. Videomu bəyəndinizsə aşağıdan like atıb kanalıma abunə olmağı unutmayın. Cəmi 4-də görüşmək üzrə və bunu da unutmayın ki, sevilirsiniz. Sağda solda çıxan videolarda izləməyirsinizsə keçib izləyə bilərsiniz. Sual-cavab videosu da inşallah sabah gəlir.